Xaricdə təhsil almaq istəyirsən, amma hardan başlayacağını bilmirsən, ən çox verilən 10 sualın cavabı sənə hardan və necə başlayacağını göstərəcək. Seçdiyin ölkədən və proqramdan asılı olaraq həm dövlət, həm də özəl universitetlərdən çox asanlıqla qəbul ala bilərsən. Ən vacib məsələ də məhz budur. Diplomun tanınması üçün təhsil aldığın universitet mütləq Azərbaycan Respublikası Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınan olmalıdır. Agentliyin təqdim etdiyi siyahıda ölkəmizdə tanınmayan universitetlərlə tanış ola bilərsiniz. Marmara Qrup bu siyahını izləyərək qəbul aldıqları bütün diplomların 100% tanınmasına dəstək olur. Bəli, diplomunuz tanındığı halda işləyə bilərsiniz. Marmaranın bütün tələbələri dövlət müəssisələrində işləyə bilirlər. Hazırda da məzunlar arasında dövlət qurumlarında çalışan yüzlərlə şəxs var. Bu sual valideynləri ən çox düşündürən sualdır. İlk prosedurlardan son prosedurlara qədər Marmara Qrup sənin yerləşmək üçün bütün şəraitin yaradılmasına dəstək olur. Yataqxana dəstəyi də verir. Bakalavrda attestat lazımdır. Magistr və doktoranturada universitet nəticəsi lazımdır. Qısacası, imtahan lazım deyil. Ən yaxşı ölkə yoxdur. Sənin məqsədinə ən uyğun olan ölkə var. 24 saatdan 2 aya qədər. Vaxtında müraciət etsən daha sürətli. Ən doğru vaxt indi başlamaqdır. Erkən müraciət edənlər həm daha çox seçim, həm də rahat proses əldə edir. Namizədlərin ən çox səhv etdikləri hissə buradır. Ona görə bu prosesi peşəkarlara əmanət etmək vacibdir, lakin narahat olmağa dəyməz, Marmara bu mövzuda sənə dəstək olacaq. Biz yalnız qəbul prosesi etmirik. Sənə universitet seçimi, sənədləşmə, qəbul və yerləşmə mərhələsində tam dəstək göstəririk. Gələcəyin üçün ən yaxşısını təklif edirik. Plansız gedənlər geri qayıdır, planlı gedənlər isə karyera qurur. İndi yaz, sənə uyğun olan ölkəni birlikdə seçək.